İndi isə alkenlərin alınmasını keçək. Bax, keçmişdi ki, monohalogenli birləşmələrə, monohalogen o demək ki, bir dənə halogeni var. Üstündə natrium və ya sinklə gələndə hansı sinif karbohidrogen alınır? Alkan. Halogen çıxır, özü təzədən simmetriyası birləşir. 2 dənə alkil halogen götürəndə 3 dənə alkan alınırdı. Yəni, vürsdən yalnız alkan alınır, bir dənə metan alkan alınmır. Başqa heç bir sinif maddə alınmır. Visinal olmayan, yəni qonşu olmayan dihalogenlinin üstünə sink gələndə hansı? Sikloalkan. Biri bu taydan çıxır halogenin, biri bu taydan. Onlar arasındakı say qədər bucaq alınır. Bəli. İndi burada da deyəcəyik dihalogenli, amma visinal dihalogenli. Bax, alkanların, alkan CnH2 üstə gəl 2-dir mi? Bəli. 2-ni çıxar, 2-nin yerine xlor 2 yaz. Üstə gəl sink yazsam, bu bununla birləşər. Sink xlorid, üstə gəl CnH2n. Biz alkenlərin alınmasını yazırıq. Bax, dihalogenli dediyim, əgər, məsələn, biri buradan çıxsaydı hansı maddə alınardı? Sikloalkan. Sikloalkan Yan-yana olmalıdır ki, alken alınır. Düzdür, bu 3 bucaq, bir dənə də metil çıxmış olardı. Metil siklopropan alınardı. Amma monoda alkan alınardı, elə deyil? Amma bir də var visinal qonşu olan dihalogenli birləşmənin üzərindən natrium və ya sink metalı ilə gələndə bunlar çıxır. Xlorla birləşir, sink xlorid. İndi nə baş verir? İkisi birləşib, ikisi əl-ələ verib bir dənəsini yaradır. İkisi ələ. Bura bir dənə bunlar çıxar, bir dənə bura 2 qat yaz. Qalan nə var köçürürəm? Yəni, bax, belə yazım. CH3, CH, bu var idi. Birini də bura gətir. CH, CH3. Nələr var köçürəcək? Bir dənə məqsədim 2 qatları birləşdirib, hər bir qatları birləşdirib, bir dənə 2 qat almaqdır. Yəni, visinal dihalogenli törəməyə sink və ya natriumdan gələndə hansı maddalar? Alkenlər. Bildiniz nə deyirəm? Alken. Lap bir başqasını da yazaq. Fərqi yoxdur. İstəyirsən nə qədər radikal yazırsan yazır. Bunun önəmi yoxdur. Birində xlor olsun, birində metil olsun. Belə olsun. Nə qədər uzadaq. Bunun üzərində natrium və ya sink gəlir. Yox, burada xlor yazmadım heç. Deyək ki, xlor yazaq. Natrium və ya sink gələndə nə alınar? Deyirik ki, dihalogenlidir, özü də qonşudur. Baxırıq buna. Qonşudursa, deməli, alken alınır. Bununla bu ikisi birləşib mərkəzə gələr də. Bunlar çıxacaq, elə üstündə göstərəm. Bunlar çıxacaq, elə deyil. Bircə dənə yazacağım şey, bura 2 qat rabitə gələcək. Çıxanlarda sinklə birləşəcək. Qayda budur. Visinal dihalogenli törəməyə sinklə gələndə halogenlər ikisi birləşib bir dənə rabitə yaradır, yəni alken alınır. Sonra başqa üsul var. Monohalogenli birləşməyə. Monohalogen oldu ki, bir dənə halogen olsun. Məsələn, qoy yazaq, lap ümumi düsturuna yazaq birinci. Monohalogen oldu ki, alkan CnH2 üstə gəl 2 idi. Bir hidrogenin çıxar, CnH2 üstə gəl 1 qaldı, monohalogen. Əgər mən bunun üstünə natrium və ya sinklə gəlsəm, alkan alınır. Amma qələvinin, deyəsiz qələvi nədir, hələ keçməmişik o tərəfdə. Qələvi keçəcək ki, aktiv metalın əsasıdır, 1-2-3 dərsə keçəcəyik. Aktiv metal da nədir? Litium, birinci A qrup metalları, litium, natrium, kalium, rubidium, sezium, fransium. İkinci A'dan kalsium, stronsium, bariumdur. Aktiv metalların hidroksiləri. Yəni, alkil monohalogenli birləşməyə qələvinin spirtdə məhlulu ilə təsir etsə nə baş verər? Kaliumla bu birləşir, kalium klorid, üstə gəl. Buradakı bu hidrogen çıxır, OH-la birləşir, əmələ gəlir su. Yerdə nə qaldı? CnH2. Yenə deyirəm, monohalogenli törəmələrin üzərində qələvinin spirtdə məhlulu gəlsək, kaliumla xlor, OH da buradakı hidrogenlə birləşir su və alken alınır. Amma qələvinin suda məhlulu ilə təsir etsəm, qələvinin suda məhlulu ilə, o zaman spirt əmələ gələcək. Deyəs, bəs spirt necə yazılır? Düz onlar sonralar keçəcək, amma yenə deyək, spirtlərin tərkibində OH qrupu olur. Spirtin tərkibində OH olur. Bu zaman nə baş verir? Onda deyirik ki, dəyişmə reaksiyası. Xlor gəlir bura, kaliumla xlor birləşir, kalium xlor üstə gəl. OH da gəlir bunun yerinə, CnH2 üstə gəl 1, OH. Yəni dəyişmə reaksiyası baş verir. Əzbər bilin ki, qələvinin spirtdə məhlulu ilə təsir eləsək, spirt alınmaz ha. Bəzən uşaq deyir, hansına görə spirt alınırdı? Spirtdə məhlulu ilə spirt alınır. Monohalogenliyin qələvidə spirtdə məhlulu ilə təsir edəndə alken, amma suda məhlulu ilə təsir edəndə spirt alınır. Bax, spirtdə məhlulu ilə təsir edəndə su alınır, amma suda məhlulu ilə təsir edəndə su alınır. Yəni, suda məhlulu ilə təsir edəndə spirt alınır. Demək, suda gələndə spirt alınır, spirtdə gələndə su alınır. Əzbər bilin. Yine bu dediğimizi yazar. Deyiləni yazar.
Deyilən bu idi ki, bax, məsələn, monohalogenli törəmədir. Ürəyimiz istəyən bir dənə monohalogenli törəmə yazaq. Nə qədər uzadıq, onun önəmi yoxdur. Lap CH2, CH3 gəlir yazaq. Radikal ola da bilərdi. Lap istəyirsiniz, bura radikal yazaq. Monohalogenlidir. Mən bunun üstünə əgər natrium gəlsəm, bu çıxar, bu təzədən birləşib alkan alırlar. Amma qələvinin, natrium AH olsun, kalium AH olsun, qələvini mən alkan almaq istəyirəm. Spirtdə məhlulu gəlsəm, alkan alacaq. Nə baş verir? Hə, bu xlor çıxır, natriumla birləşdir. Bu oldu natrium xlorid. Üstə gəl. İndi hansı hidrogenlə birləşir? Diqqətlə qulaq asın. Bu rabitə var ha. Bu belə quyruq kimi sallanmır axı. Bu hidrogeni az olan tərəfə meyllənir. Fikirləşsək ki, sol tərəfdə 3 hidrogen var, sağ tərəfdə 1 hidrogen var. Yəni hidrogenlər eyni olsaydı ürəyin hansı tərəfə istəyir meylləndir? Bu rabitə hidrogeni az olan tərəfə meyllənir. Burada 3 hidrogen, bu tərəfində 1 hidrogen. Bu tərəfə meyllənərək ikinci qat rabitəni yaradır. Yəni nə alınır? CH3, CH biri var, elə deyil, bir də yarandı. Qalanı köçürürəm, amma bir də mənə bax, buna CH3, buna CH3, buradakı H düşdü. H-ı yaza bilmərəm axı. Karbon 1, 2, 3, 4, 5 yaza bilmərəm axı. Buradakı düşən hidrogenlə, buradakı OH-daki su əmələ gətirir. Cümləyə bir də baxın, monohalogenli törəməyə natriumdan təsir eləsən vürsü alkan alınar. Amma monohalogenli birləşməyə, monohalogenli qələvinin spirtdə məhlulu ilə gələndə su hökmən alınır. Su da alınan, nə bilim, natriumla xlordur, bəs üzüm maddəni alınır. Bu halogen özü qırılır, hidrogeni az olan tərəfə meyllənərək orada ikinci qat rabitəni yaradır. Və mən də yazandan sonra görürəm ki, buradakı hidrogen düşdü. Məsələn, digər suyun əmələ gəlməsində hansı hidrogen iştirak eləyib? Mən də yazaram reaksiyanı, deyirəm, buradakı hidrogen çıxdı da, deməli, bu karbonun hidrogeni çıxdı, suyun əmələ gəlməsində iştirak eləyib. Aydın oldu? Bu da belə. Amma indi var məsələn, mən bunun üzərinə qələvinin suda məhlulu, belə buradan yazdım. Qələvinin suda gəlsəm, su alınmaz. Suda gəlsəm, natriumla xlor hökmən birləşir. Natrium xlor suda gəl. Spirt necə alınır? Bax, yerin dəyişir də, natriumla xlor birləşdirmə, bu getdi bura. Bu da gəlir bura. Alınır CH3, CH, bir dənə bura OH, heç ara qırılıb getmir. Yerlərini dəyişdi. CH, CH3, CH3. Deməli, alkeni necə aldıq? Alkeni birinci aldıq. Visinal dihalogeni, qonşu dihalogenliyə sinklə, qələvin spirtdə yox, sinklə təsir eləyəndə ikisi birləşib, bir də ortada rabitə yaratdı, alken. Monohalogenli törəməyə, qələvinin spirtdə məhlulu ilə gələndə, qələvinin spirtdə məhlulu güclü olduğuna görə bir qat rabitə kimi meyllənir. Bu halogen çıxır, hidrogeni az olan tərəfə baxıram, bura bir dənə 2 qat salıram. Qalanı köçürtdüm. Bu da karbonun valentliyindən asılı olaraq hidrogen düşdü. Amma qələvinin suda məhlulu gələndə spirt alınır. Spirt də necə alınır? Heç ara meylərini dəyişdirir. Yerlərini dəyişdirir, OH-a gəldim, bura aldı spirt. Bildiniz? Sonra demişdim ki, doymuş karbohidrogenləri, doyub. Mən onu doymamış eləmək üçün neyniyərəm onu? Ondan hidrogeni qopardarıq. Qopararıq. Doymuş karbohidrogen, yəni məsələn yazırıq, senin H2 üstə gəlir ki, bundan bir dənə H2-ni qoparsaq, bir dənə qalır senin H2 üstə gəlir 1. Senin H2. Bir dənə qopardarıq. Tamam. Məsələn, nəysə bir alkan yazaq. Nə istəyirsiniz yaza bilərik? Bir alkan. Bundan 1 mol hidrogen çıxaranda nə olur? Alınan birləşmədə bir dənə pi yaradırıq. Bax, maddədən əgər 1 mol hidrogen qoparırıqsa, alınan birləşmədə bir dənə pi yaradırıq. Maddədən 2 mol hidrogen qoparırıqsa, alınan birləşmədə 2 dənə pi yaradacaq. Biz indi alken keçirik. Mən deyirəm, mən istəyirəm bir dənə 2 qat rabitəsi yaransın. Neynəməliyəm? Yəni bir dənə pisi yaransın, 1 mol hidrogen çıxacaq. Ya ürəyin istəyir bura, ya ürəyin istəyir bura. Fərq yoxdur, bir tərəfə 2 qat sal. 3 karbonlu, ürəyin istəyir bir tərəfə 2 qatı sal. O da olub, bax belə. Yəni maddədən, hər hansı bir birləşmədən 1 mol hidrogen qoparıramsa, alınan birləşmədə bir dənə pi yaratmış olacam. Maddədən 2 mol hidrogen qoparsam, alınan birləşmədə 2 dənə pi yaradacam. Ondan sonra keçiləcək. 2 dənə pisi olanı hələ keçməmişik. Alken, alka deyən keçəcək. Hələ ki, bunu bilin. Alkandan 1 mol hidrogen çıxaranda alınan birləşmədə bir dənə pi yaradarıq. Alkenin başqa testlərə düşən reaksiyaları yoxdur. Doymamış karbohidrogeni dehidrogenləşdirdik. Monohalogenliyə qələvinin spirtlə məhlulu ilə, visinal dihalogenin üzərinə natrium və ya sinklə təsir eləməklə alken alarıq.
3 dənə. Hə, Amma alkanda çapalmadır. çox idi. Yox, Alkanda asanda. çox idi, ciklo alkanda da az idi. Çiko alkanda bircə dənə idi mənim. Bir dənə idi, hə. Kimyəvi xassələr. Kimyəvi xassəsi o deməkdir ki, ciklo alkanda var aromatik karbohidrogenlərdən də alınır. Prosta hələ aromatik bilmədiyimizə görə onu o dərsləri keçəndə deyəcəyik. Hələ ki bizə lazım olan budur. Alkenlərin kimyəvi xassəsi. Kimyəvi xassəsi bilirsiniz nədir? Yəni alken nə ilə reaksiya girir? Bax, alkendir. Mən bunu doydurmaq üçün Hidrogen üzərinə 1 mol hidrogen gələ bilərəm. CN H2 + 2. Ümumiyyətcə maddəni tam doydurmaq nə deməkdir? Maddəni tam doydurmaq üçün maddənin içində neçə dənə pi rabitəsi varsa, o qədər mol sayda hidrogen gələndə doyur. Məsələn, alkində bir dənə pi var da. Alkində bir dənə pi varsa, alkenin tam doyması üçün neçə mol hidrogen lazım? 1 mol. İndi biz məsələn alkadiyen keçəcəyik. 2 dənə 2 qat varsa 2 dənə pi var. Alkadiyenin tam doyması üçün 2 mol hidrogen lazımdır. Yəni maddənin içində neçə dənə pi rabitəsi varsa, tam doyması üçün o piləri qırmalıyam axı doysun. Piləri qırması üçün, yəni bir dənə pini qırmaq üçün bir dənə H2 lazımdır. 2 dənə pini qırmaq üçün 2 dənə H2 lazımdır. Yəni 2 mol H2 lazımdır. Alkanlarda pi olmadığına görə onlara doymuş deyirik. Aysa doyub ona görə hidrogen gələ bilmirlər. Pisi yoxdur axı. Pisi olsun ki, gərək onu qırım. Deyirəm ki, alken doymayıb da. Bir dənə alken yazın. Ürəyi istəyən bir alken. Alken üzərinə 1 mol hidrogen gəlsə, mahiyyətə bir dənə qulaq asın. Bayaqlar dedik ki, maddədən hidrogeni qoparıramsa, alınan birləşmədə pi yaradacam. Məsələn, alkandan hidrogeni qoparsam, nə oldu? Alken. Burada üstünə hidrogen gəlir, Aysa, piyini qopardı. Maddədən hidrogeni qoparıramsa, alınan birləşmədə pi yaradacam. 1 mol hidrogen qoparsam, bir dənə pi yaratdım. 2 mol hidrogen qoparsam, 2 dənə pi yaranır. Amma burada maddənin üzərinə hidrogen gəl o deməkdir ki, bunu doydur. Doydurmaq üçün neyim gəlir? Pisi olmasın da. Bu pi rabitəni qıracam. H2 gəlmişəm axı 2 dənə hidrogen. Gəldiyim 2 dənə hidrogen, 2 dənə, yəni 1 mol hidrogen, biri buna birləşir, biri buna birləşir. Birləşməlidir harasa. Bax, CH3, CH var, bir dənə birləşdin H2. Bu qaldı belə CH3. Alken üzərinə 1 mol hidrogen, yalnız 1 mol gəlmək olar. İkinci mol necə gəlib? Pisi yoxdur axı. Alkanlar ona görə birləşməyə girmirdi. Pisi yoxdur, gərək pi olsun ki, qırılsın ki, onun yerinə nəsə girsin də. Burada mı ola bilər? Burada ola bilər. Alkenin tam doyması üçün neçə mol hidrogen lazımdır? 1 mol hidrogen lazım. Çünki tərkibində bir dənə pi var. Məsələn, testdə verilir ki, 5 mol, məsələn deyirəm, butenin birin və yaxud etilenin, 5 mol etilenin tam doyması üçün neçə mol hidrogen lazımdır? Deyirəm, etilen alken değil mi? Bir dənə pisi varmı? Bunun 1 molunun doymasına 1 mol hidrogen lazımdırsa, 5 molun doymasına, tam doymasına 5 mol lazımdır. İndi alkenlə hidrogenlə reaksiyası pi qırılır, sağdan sonra hidrogen birləşir. Fərqi yoxdur, alkenlərin bromla reaksiyası da eyni cürdür. Bromla yazıramsa birləşmə olmalıdır. Pi qırılır, sağına və soluna hidrogen birləşir. Bu hidrogen demə brom birləşir. Burada, burada. Dediyimi yazın, bax, CH3, CH-a bir dənə brom, CH2 də bir dənə brom. Bu maddənin adı nədir? 1, 2, dibrom, propan. Bir qatda axı. Onun adı nə idi? Burada sadəcə propan əmələ gəldi. Deməli, doymuş karbohidrogenlər birləşməyə yox, birləşmirlər axı pisi yox, əvəz etməyə girir. Amma doymamış karbohidrogenlər isə birləşmə reaksiyası xarakterlikdir. Çünki pisi var. Pisi qırılıb, nəyisə özünə birləşdirə bilər. Yerin boşaldır da, pisin qırılır ki, sigma rabitəsi götürə bilim üstünə. Alkenlər üçün birləşmə reaksiyası xarakterlikdir. Pi qırılır, sağına və soluna, üstünə nə gəlmişəmsə onlar birləşəcək. Brom 2 gəlmişəmsə 2 dənə bromdur, bromlar. H2 gəlmişəmsə 2 dənə hidrogendir. Hidrogenlər birləşər. İndi gəlin, biz H-brom gəlsənlər birləşər. Məsələn, alkendir, bax, alken, üstə gəl. Bayaq bromlu qoy düsturu da deyim. Gələndə nə oldu? Pisi qırılır, sağ və solda brom birləşirmi? Bu birləşir də buna. CnH2n brom 2 alındı. Və yaxud CnH2-nin üstünə dediyi H2 gələndə nə olur? Birləşir də pisi qırılır, CnH2-nin üstünə gəlir 2. İndi CnH2-nin üstünə H brom gələndə nə olur? Yenə birləşir. Yenə birləşir, bu bura birləşir. Elə ki CnH2-nin üstə gəl 1. Üstə gəlsin brom. Üstə gəl brom. Birləşdi. Bir dənə də bromdur. Bu gəldim H2-nin üstə gəl 1 brom, bir dənə bromdur. İndi deyiləni yazın. Burada istəyirsən nə qədər istəyirsən radikal yaz. Onun önəmi yoxdur. Əsas mahiyyəti başa düşək. Bax, alkenin üzərinə H brom gəl, H xlor fərqi yoxdur. Pi qırılar.
Axı sağ solla birləşir. Bayaq dedik brom 2 gələndə nə oldu? Burada brom birləşdi, burada brom birləşdi. Elə deyil. İndi H brom gəlmişəm. Bir tərəf hidrogen birləşir, bir tərəfə brom. İndi deyərsən ki, mələk, hansı tərəf hidrogen birləşir? Brom hidrogen birləşir, bromu brom, yoxsa bromu hidrogen? Azalan yeri. Bunun qaydası nədir? Alkenlərin H bromla HOH su ilə reaksiyası Markovnikov qaydası əsasında gedir. Markovnikov qaydası nədir? Alken H bromla gələndə pi qırılır. Bunu birləşdirməliyəm də, birinə hidrogen, birinə brom. Pi qırılır. Hidrogen sağ soluna baxa, başqalarının işim yoxdur. Hidrogeni çox olan karbona. Çox olan karbon budur da. Bunun hidrogeni az olan karbondur. Deməyə, axı bunun hidrogeni daha çoxdur. Sən onlarla işin yoxdur. 2 qata bax. Pi qırılır, sağ soluna bax. Hidrogeni çox olan karbona birləşəcək. Yəni buna CH3. Burada belə qaldı mı? Brom isə hidrogeni az olan karbona birləşir. Qalanın heç bir mahiyyəti yoxdur. Nə istəyirsiniz, nə verilib bunda yazmalısınız. Markovnikov qaydası yadınızdan çıxsa ki, məsələn, ayınla pi qırılır, hidrogen çox olan karbona birləşirdi, yoxsa az olan yaddan çıxıb da. Məsələn, fikirləş ki, sən qızsan, qızlar toplusu var, bir də oğlanlar toplusu. Hansı tərəfə yaxın gedərsən? Qızlar tərəfə, özü tərəfə. Hidrogen də özü çox olduğu tərəfə gedir ki, mən elə hidrogenimin yanına gedim də. Hidrogen gəlir, hidrogenin olduğu yerə birləşir, brom gəlir, digərinə. Hidrogeni çox olan karbona, brom isə az olan karbona birləşir. Aydın oldu? Yatmayın. Deməli, alkenlər birləşməyə girdi. Brom 2 gələndə, bu alkində pi var da, brom 2 gələndə özü 1 mol, bir dənə pi olduğuna görə üzərinə 1 mol nəyisə gələ bilərəm. 1 mol brom gələrəm, pi qırılır, sağına soluna brom. Alkendir, yəni 2 qat rabitəsi var. 1 mol hidrogen gələ bilərəm, bu qırılır, sağına soluna hidrogen. Alkendir, üzərinə 1 mol H brom gələ bilərəm, pi qırılır, yenə sağ soluna birləşir. Hidrogen çox olana 2 qatın sağ soluna bax. Bromda Hidrogeni az olana birləşəcək. Alkenlərin su ilə reaksiyası da Markovnikov qaydası əsasındadır. Bəs elə bunun üstünə suyu gəl HOH yazaq. H2O-dur. Yenə deyirəm ki, pi qırılır. Sağına bax, bu sağ və soluna. Hidrogenli bir də OH-dur. Hidrogeni çox olur. Buna bax, CH2OH birləşir. Burada belə qaldı mı? Bu CH-a da ki, OH isə hidrogeni az olana birləşir. OH. Ne yazdınız? Birinciye H3 yazmalıyız. Hidrogen çox olana bir belə yazsın. H3 olacaq. Hidrogeni çox olana, OH isə az olana birləşir. Bir də bunu yazaq, CH3 deyiləni köçürtdüm. H xlor kimi də, axı pi qırılıb sağ soluna birləşməlidir. Brom 2-də belədir ki, ikisinə də brom birləşdirəcəm. Amma HOH-da hansıda hidrogen, hansıda OH. H bromda hansıda hidrogen, hansıda OH. Hidrogen çox olana birləşdirdim, o birisində də OH birləşdi. Və yaxud da o birisində də brom birləşdi. Alkenlərin su ilə reaksiyasından OH varsa içində keçəci üzü kimi də spirt alınır. Özdə spirtlər dərsində keçəcək ki, hələ ona var da, bir ay azada çatarıq. Spirtlər dərsində keçəcək ki, bir dənə OH olan spirt, 1 atomlu spirtdir. 2 dənə OH olan spirt, 2 atomlu spirtdir. Nə bilim, 3 dənə OH olan 3 atomlu spirtdir. 5 dənə OH olan 5 atomlu spirtdir və s. Yəni, istənilən alken su ilə girəndə 1 atomlu spirtlər əmələ gəlir. İndi biz spirtlərdə yenə deyim, daha dərindən danışacağım, amma burada da bir şey deyim. Burada bir şey. 1 atomlu spirt odur ki, tərkibində bir dənə OH olsun. Keçəcək ki, 1 atomlu spirtlər birli, ikili və üçlü spirt olmaqla 3 yerə bölünür. Spirtin içində OH var, bir dənə OH varsa 1 atomlu spirtdir. Bunlar da birli, ikili, üçlü spirtə bölünür. 3 atomlu ayrı şeydir, üçlü ayrı şeydir. İndi bax, qısaca yazıram. Bir də hidrogenlərin yazmıram. Bir də hidrogenlərini yazmadım. İndi bax, bu da 1 atomludur. Bu da 1 atomludur. Bu da 1 atomludur. Axı bir dənə OH var. 1 atomlu spirtlər birli, ikili, üçlü olur. Bu birlidir. Səbəb deyəcəm niyə. Bu ikilidir. Bu üçlüdür. Bax, səbəb nədir? Birləşdik karbon, 1 karbon. OH birləşən bu karbon. Neçə karbona birləşir? Birinə. Da bundan qonşusuna baxma ha. OH birləşən karbon bir dənə karbona birləşibsə bu birli spirtdir. OH birləşən karbon 2 karbon birləşib ikilidir. OH birləşən karbon 3 karbona birləşibsə üçlüdür. Dörtlü spirt ola bilməz. Karbon axı 4 valentlidir. Birinə OH birləşsə əlbəttə ki, maksimum 3 dənə karbon birləşə bilər də. Spirtlərdə keçəcək bununla da əlaqəsini deyəcəm.
Yəni alkenlər su ilə reaksiya girəndə nə alınır? Bir atomlu spirtlər. Piqrlar hidrogen çox olana, OH az olana, OH olan üzv maddələrdə keçəcək ki, spirtlərdir. Bir atomlu spirtlər alınır. İndi deməyim nədir? Alkenlərdən 3 dənə alken göstərim. Göstərim oradan bir də yazarım görünmez. Bax. Hamısını yazaq, sonra ümumi cümləmizi deyək. Bax, alkendir də. Alken su ilə girəndə nə alınacaq? Lövhəyə baxın. Piqrlar hidrogen çox olana. CH. Fərqi var burada Yox, sağ sol. yoxdur. Çox. Bir də bayaq onu demədim. Əslində özünüz bilməlisiniz. Dedik axı, piqrlar hidrogen çox olana, OH az olana, bu da Markovnikov qaydasıdır. Testlərdə belə ki, hansı alken Markovnikov qaydası tətbiq edilmir. Bax, burada piqrlar hidrogen çox olana. Fərqi var hara? Yox, tətbiq edilmir. Yəni reaksiya yazacağıq ki, cavab alınır. Markovnikov qaydası tətbiq olunmadı. Qaydaya əsasən olmadı. Piqrlar hidrogen çox. Birinə hidrogen birləşdirir. Buna nə birləşdirəcəm? OH. Elə deyil. Məsələn, bax, bu alkende deyək ki, verilir də. Məsələn, bu alkende Markovnikov qaydasına tabe deyil. Niyə? Bax, piqrlar hidrogen çox olana. Fərqi var hara? Ürəyin istəyən yeri bir tərəfə hidrogen birləşdirir, bir tərəfə OH birləşdirir. Yəni Markovnikov qaydasına Markovnikov qaydasına tabe olmayan alkenləri göstər. O demək ki, iki qat rabitənin sağ və solu eyni cür olsun ki, hansını istəsən birləşdirə bilərsən. Amma fərqli olsa ki, Markovnikov qaydasıdır. İndi, yəni demək istəyirəm ki, bunda Markovnikov qaydası tabe olmadı. İndi dediyimizi yazaq. Piqrlar sağ soluna bax. Hidrogen çox olana CH. OH da buna birləşər. Bax. CH3, CH-a birləşir OH. Burada bir qat qaldı mı? Bu da oldu. CH3. İndi yenə də pi qırıldı. Elə altından yazıram. Hidrogen, bunun sağ soluna baxaq. Buna, OH buna. CH3, C, CH3, OH dedik, buna birləşir. Bu qaldı, bu da CH3. Bax, hamısı bir atomlu spirtdir, hamısı. OH birləşən karbon bir karbona birləşir. Bu bir atomlu, birli spirtdir. OH birləşən karbon iki karbon, bir atomlu, ikili spirtdir, iki atomlu yox. Hamısı bir atomlu növləridir. Bu bir atomlu. Ama üçlüdür. Yadırsan. Üniversiteden sonra bak. Bu bir atomlu, qulaq as, üçlü spirtdir. Cümləmi nə demək istəyirəm? Alkenlərdən yalnız və yalnız etilenin hidratlaşmasından, hidrogen gəlməkdir, hidratlaşma, hidratasiya su gəlməkdir. Yalnız etilenin hidratlaşmasından birli spirt alınır. Amma digər alkenlərin hidratlaşmasından heç vaxt birli alınmır. Ya ikili alınır, ya üçlü. Baxıram da o reaksiya. Karbonda nə qədər? Hə, karbonla birləşmə arıcılığı. Yəni, yalnız və yalnız etilenin hidratlaşmasından birli spirt, digər alkenlərdən isə ikili və üçlü spirt alınır. Bir ilin sualı. Məsələn, verilib ki, aşağıdakı fikirlərdən hansı doğrudur? 1. Alkenlərdən, belə yazıb ki, alkenlərdən yalnız etilenin hidratlaşmasından bir atomlu spirt alınır. Yox, yalnız etilində deyil daha. CH da var daha məmurda. Yalnız etilenin hidratlaşmasından bir atomlu spirt alınır. Fikri düzdürmü? Müəllim, axı burada bir atomlular var axı, hamısı bir atomlu da. Az, mən nəyi demək istəyirəm? Uşaqlar bəzən birli ilə bir atomunu qarışdırır. Yalnız etilenin hidratlaşmasından birli spirt alınır. Birli. Amma hamısında bir atomludur da. Bütün alkenlər hidratlaşanda bir atomlu spirt alınır. Fikri düzdür. Amma bütün alkenlər hidratlaşanda birli spirt alınır. Deyirəm, yox. Bir dənə etilində eləydi. Yəni, çünki bəzən uşaqlara yazılır ki, bütün alkenlər hidratlaşanda bir atomlu spirt alınır. Uşaq da deyir, yox, etilindən başqa. Yox, hamısında bir atomludur. Amma li söhbətinə gələndə desə ki, bütün alkenlər hidratlaşanda birli spirt alınır, deyərəm, yox. Bir dənə etilindədir. Bir atomlu, hamısı bir atomludur. Bildiniz mənasını? O bilən alkenlərdə olur da mənim. Hələ indiyə qədər kesiklərimizdə alkenlərdə elə bir şey danışmışıq. Düzdürsünüz, bu belə. Demək, alkenlərin hidrogendən, xlorokindən, H-brondan, H-OH reaksiyasına baxdıq. Amma digərli alkan və sikloalkanlardan fərqli olaraq bunlar polimerləşmə reaksiyasına girirlər. Orada nə keçməmişdi deyəcəm. Poli çox deməkdir. Bu 11-ci sinifin ən axırıncı bölməsi, amma burada da hələlik azca keçəcək.
Poli çox deməkdir. Biologiyada da desən polimer zad keçirsə, Ha, iri bir şey olur nəsə. Deməli, baxın, kiçik molekullu birləşmələrdən iri molekullu birləşmələrin əmələ gəlmə reaksiyasına polimerləşmə reaksiyası deyilir. Cümləyə bir də baxın, kiçik molekullu birləşmədən iri molekullu birləşmənin əmələ gəlmə reaksiyalarına polimerləşmə reaksiyası deyilir. Əmələ gələn maddə polimerdir. Bu polimerləşmə reaksiyası əlbəttə ki, polimer almalıdır, iri molekullu birləşmə almalıdır. Giran maddə isə monomerdir. Mono. İlk maddəsi giran maddə monomerdir, əmələ gələn polimerdir. Reaksiyanın adı polimerləşmə reaksiyasıdır. Bir də onu deyək, göstərəcəm indi. Bir də onu deyək ki, alınan polimerin içində hissəciklər monomerin içindəkilərlə eyni olmalıdır. Nə mənada? Bax, məsələn bu etilendir, alkendir də etilen. Bir də onu deyək ki, tərkibində pi rabitəsi varsa polimerləşməyə girə bilərlər. Niyə? Bu pisi qırılar çoxlu sayda birləşmələr əmələ gələ bilər ki, pisi yoxdursa, məsələn, alkan və sikloalkanda pi yoxdur. Nə qırılsın özünə nəsə birləşdirsin? Heç nə. Pi rabitəsi olan maddələrdə olur polimerləşmə. Nə baş verir? Bax, belə transkripsiya qoyuram. Belə, belə. Bu pi rabitəsi qırılır, yanlara paylaşır. İçindəkilər olduğu kimi qalır. CH2, bu da CH2 n dəfə, 100-dən, 1000-dən, 5-dən, 15-dən hər nəsə birləşir. Əmsallaşanda da bura n yazacağıq. Kiçik molekullu birləşmədir bu. Çoxlu sayda götürmüşəm, amma bu kiçik molekulludur. Yəni emeri neçədir? 14, 14, 28-də bunun emeri. 28-dən amma 28 n tipli birləşmə yaratmışam. Kiçik molekullu birləşmədən iri molekullu birləşmə əmələ gəlirsə bu polimerləşmə reaksiyasıdır. Götürülən maddə monomerdir, mono birdir. Əmələ gələn bu maddə polimerdir, poli iri molekullu deməkdir. N-dəki polimerləşmə dərəcəsidir. N polimerləşmə dərəcəsidir. Maddədə pi olmalıdır ki, polimerləşməyə girsin. Alkan və sikloalkan girmirdi. Bunun adı etilendir mi? Bunun adı polietilendir. Yəni etilenin poli vəziyyətidir. CH2-lər bir-birinə birləşib etilen, bu da olacaq polietilen. İndi məsələn buna uyğun düzdür 11-in axırında məsələlər var. Deyək ki, bizə nə deyilir? Elə buradan da deyək. Məsələn, deyək polietilində tez deyirəm ki, polietilen belə yazılır. Etileni yazıram, polimerləşdirirəm. Polimerləşmə dərəcəsi 1000-dirsə, bu n-1000-dirsə, polimerin kütləsini tapın. Polimer, yəni bu 28 elədim, 28 vur 1000. Bu da özünüz biləsiniz də. Polimerin kütləsinə qədərdir 28000. Əksinə verirlər. Əmələ gələn polietilenin, bu polietilen iri molekullu birləşməni göstər deyəndə, iri molekullu, yəni polimer deməkdir. İri molekullu birləşməni göstər deyəndə transkripsiyanın aşağısında n verilirsə n dəfə bu iri molekulludur, yəni polimerdir. Deyək bu polimerin emeri 28000-dir. N-i tap. Deyirəm ümumilikdə 28000. 28-ə bölək. 28 nəyə vurum ki 28000 eləsin? 28000-i 28-ə bölməklə taparım. Və yaxud propilində deyərəm. Deməli etilendən polimerləşmədən nə əmələ gəldi? Polietilenə gəldi. İndi baxın. Propilendən, diqqətlə baxın, propilendir. Testdə verir ki, bunun polimerləşməsi hansı düzgündür? Cavabda bax, belə bir şey verilir. N dəfə, yoxsa bu mu? Sizcə hansı? Bax, bu propilendir. Hansı polipropilendir? Mən ikincisidir məncə. İkincisi niyə görə? İndi deyəsiniz ki, bəzən uşaq deyir ki, burada pi qırıldı, üstə yana payladım, olduğu kimi qaldı da. Burada da elə pi qırılıb yanlara geçsin, bu qalsın da. Amma cümləmizə bir dənə baxın, alınan polimerlə monomerin içindəkilər eynilər olmalıdır. Burada bir dənə CH var, bir dənə CH2, bir dənə CH3. Mən də bu kənarları eləməliyəm, bu heç n dəfə birləşir. Bir dənə CH oldu, bir dənə CH2, bir dənə CH3. Yəni bu polipropilen deyil, polipropilen bu cür yazılır. Yəni bilməsəz propilenin formulunu yazın deyib, bunun içindəkilər polipropilendir. İndi buna uyğun düşən sual 11-ci sinifin ən axırıncı bölməsidir. Məsələn, deyilir ki, propilində, deyək ki, deyirəm də, 12 sp3 hibrid orbitalı varsa, 12 sp3, cəmi neçə karbonu var? Mən də nə deyirəm? Propilen budur mu? Bu sp2-dir, bu sp2-dir, elə deyil. 3 dənə karbon ilə. Bu da sp3-dür. Propilində neçədən sp3 hibrid orbitalı var? 4 dənə. 4 dənə propilində. Deyirəm, əgər 4 dənə hibrid orbitalı olanda propilində neçə karbonu var? 3 dənə. 3 karbon atomu varsa. Bəs, məsələn, mənə deyir ki, 12 dənə sp3 hibrid orbitalı olanda, bir dənə sp3, bu 1 sp3, 4 sp3 deməkdir. Yəni, 4 sp3 hibrid orbitalı olanda 3 karbon atom varsa, məsələn, 12 sp3 hibrid orbitalı olanda neçədir?
3 dəfə artıqdır, 3 dəfə artığını deyəcəyik. Bir dənə də baxın. 12 SPH hibrid orbital olanda propilindən danışıram. Propilində neçə karbonu var? Deyirəm propilində SPH deyir, axı mənə ümumi demir ha. Bir SPH o deməli ki, 4 orbital var. SPH-də 4 orbital olanda 3 karbonu var. SPH-də 12 olanda neçə karbonu var? Bu cümləni indi belə deyə bilərdim. Deyərdi ki, 12 SPH hibrid orbitalı olan polipropilində, polipropilindən danışır ha, propilindən danışmır. Neçə karbon atom var? Deyirəm ki, polipropilində heç pi yoxdur ki. Elə deyil. SP3, bu da SP3'dür, bu da SP3'dür. Neçə dənədir? 3. Yox, 3 dənə SP3, yəni 12'dir. 12 dənə. Elə burada deyirəm ki, 12 vur n-dir də, belə deyək, elə deyil. 12 n dənə SP3 hibrid orbital olanda karbonumuz sayı 3 n-dir. Elə sual da mənə deyir ki, 12 dənə karbon atom olanda neçədir? N-lər getsin, 3 dənə. Yəni polipropilinlə propilin başqa şeylər də propilində bir dənə SP3, yəni 4 SP3 hibrid orbital var. Amma bunda 3 karbon atom SP3 isə 12 SP3 hibrid orbitalı var. Bunda Bir pi var. yoxdur ona görə. Hə, bunda p'si yoxdur da, pi qırılır. Yəni polimerləşmə nə oldu? Kiçik molekul birləşmədən iri molekul birləşmə alsın, bunun içindəkilər olmalıdır. Yeminlə. Polipropilin formulu budur. Gedək də biz 3 nəfər yazırıq. Sonra deməli izomerləşmə reaksiyasına alkanlardan bəri deyirik. Maddə izomeri alınır da. Məsələn, deyək ki, bu buten 1-dir. H2, H, H2, H3. Alüminium xloridin katalizatorundan gedir izomerləşmələr hamısı. İstənilən bir izomeri alınır da 1, 2, 3, 4. İzomer oldu mu? Buten 1-dən buten 2 alındı. İzomeridir. Bir də onu deyək. Alkan və sikloalkanlar doymuş olduğuna görə kalium permanganatlı və bromlu suyu rəngsizləşdirmədir. Amma bunda yazılaq üstəgəl brom 2 ilə girə bilər. Alkan üstəgəl brom 2 ilə girmir. Amma bu üstəgəl brom 2 girir. Alkan sikloalkan kalium permanganatla girmirdi, amma bu girir. Reaksiya girir ki, rəngsizləşmə baş verir. İstənilən bir alkin yazım, hər hansı bir alkin. Alkinlər kalium permanganatlı marqalisokla sayılır. Su ilə reaksiya girəndə qeyri-üzv maddələrdən keçəcək alınır əsas, kaliumun əsası. Əsas da 1-2 dərsə keçiləcək kalium OH-dur. Üstəgəl manqanın 4 valentli oksidi əzbərləyirik. Bir də əsas məsələ, üzv maddə nə alınır? Pi qırılır, sağına da soluna da OH birləşir. CH3, CH-a da OH, CH2-yə də OH. Deməli, belə çıxırmı ki, alkinlər su ilə girəndə bir atomlu spirt alınır. Amma kalium permanganatlı su ilə girəndə 2 atomlu spirt alınır. Pi qırılır, sağ və soluna OH birləşir. Cümləni bir də deyirəm. Alkin təkcə də su ilə girir. Bir dənə su ilə girir də 1 atomlu spirt. Kalium permanganatlı su ilə girəndə 2 atomlu spirt alınır. Pi qırılar, sağ soluna OH birləşər. Bunlar da qeyri-üzv maddələr və nəhayət ki, yanırlar. İstənilən üzv maddə yanında karbon qazı və su alınır. N dənədir, bu da N dənədir. 2N'dir, bu da 2N'dir. Oksigen 2N, bu da N, 3N, bu da 3N eləməlidir. 3N bölü 2. Çətin olmadı? Yox. Biz bunu alkini yaxşı öyrənsək, alkin alka deyəndə eyni bu dərsin təkrarıdır.